ve onların elə deyək, təmsilçisi olaraq oradadır. Mən belə başa düşdüm ki, Bayır şəhəri qorumaq üçün Zahidə xanımı da qorumaq lazım. Çünki Zahidə xanımı qoruya bilməsək, Bayır şəhəri böyük təhlükə qoyur. Mən qısa olaraq bir şey deyim ki, bu məsələ ilə bağlı bizim əməkdaşlar şikayət daxil oldu. Murtuza Muxtarov küçəsindən Abdullah Şahin küçəsi, bir də İmam Hüseyin məscidinin ətrafında yaşayan o küçələrdən, yadında qalır küçələrdən adları. Vətəndaşlar, bəlkə də onlardan kimsə burada iştirak edir. Bizim əməkdaşlar kamera ilə getdilər oraya. Deməli, Eldar Əzzovun qəbuluna qədər həmin şikayətçiləri biz apardık və çəkilişlər oldu. Hətta Zülfəli İsmailovun kabinetinə qədər gizli kamera ilə girdi, qoymurdular. Bizim əməkdaşlar çəkiliş elədilər. Bunlar gedirdilər, hara söküntü, birinci yoxlayırdılar, orada jurnalist gəlib yoxsa yox. Artıq bizim əməkdaşları tanıyırdılar. Bütün çəkilişlər bizdə hamısı da var, YouTube'da yükləmişdik, Gəncin saytında var. Yəni demək istəyirəm, orada bir şeyi biz aşkar elədik. Yəni kəşf elədik daha doğrusu. Məlum oldu ki, orada vətəndaşlara, yəqin qalanların da, orada söküntüyə məruz qalanlarda da belədir. 2500'den, bəzilərindən əvvəl 2000, sonra görürlər ki, yox, mümkün deyil, 2500'den sənədləşdirirlər, sonra sizin mənzilləriniz, biz aşkar elədik ki, başqa adamların bir vaxt söküb yerində park tikənlər, bina tikə və s. Məlum oldu ki, həmin binaları sökürlər, vətəndaşın pulun verib, köçürdürlər, çıxıb hanım gedir, həmin mənzilləri başqa adamların adına sənədləşdirirlər. Bizdə sənədlər var, yəni sübutlar var, tamamilə istənilən vaxt qəzetlərə bu barədə məlumat gedibdir. Ona görə hər birinizə mən çox danışmayayım, çünki sərgi də var, orada vaxtınız qalsın. Hər birinizə təşəkkür ki, mütəşəkkür, bax, belə olmaq lazımdır. O bulduzerlər mən görürəm orada, o bulduzer təkcə binaları sökür, dağıtmır. O Bakının tarixini, Azərbaycanın qədimliyini, tarixini məhv edir, uçurdur, dağıdır. Yəni o bulduzerlərin qabağına təbii ki, bizim bulduzer yoxdur ki, alternatif bulduzer çıxardaq qarşısını alır. Amma sizin səsinizin qalxmağı, müqavimətiniz, belə deyək, o çağırışlarınız və Fatməli də dedim, Zahidə xanım da, sosial şəbəkələrdə ən azı aidiyyatlı qurumlara müraciətləriniz olsun. Yəni kütləvi etiraz, o söküntüyə etiraz. Əgər bütün, mən də bir çox xarici ölkələrdə olmuşam, Tiflisin özündə, Türkiyənin bütün demək şəhərlərində, Riğanın özündə, Köhnə Riğa, Təzə Riğa, Moskvanın özündə, Leningradda və digər şəhərlərdə qədimliyi saxlayırlar, muzey kimi saxlayırlar. Turistlər birinci biz gedən kimi Misirin özündə aparırlar, o qədim köhnə binalara aparıb göstərirlər ki, gəlin bura turist gəlib. Bəs bizim Bakıya gələn turist hara